3 stop və mən bunu necə edirəm, gəlin göstərim. İlk öncə 3 stop yerinə sadəcə bir topla başlayırıq. Bu arada maddi vəziyyətə görə 2 alma, 1 limonla devam edirik. Bəzən uğur qazanmaq üçün sıfırdan başlamaq lazımdır deyərlər. Bu prinsiplə hərəkət edib biz də sıfırdan başlayırıq. Daha sonra oxşar ağırlıqda olan 2 topa keçirik. Burada fizika əhəmiyyətli olduğu kimi hisslər və reflekslər də əhəmiyyətlidir. Nəticə etibarilə nə qədər çox praktika və məşq etsək, bir o qədər də həm reflekslərimizi, həm də zehnimizi gücləndirmiş olaraq. Və nəhayət, axırıncı mərhələyə artıq hazırlıq və heç bir problem yaşamayacağımız dediyimiz an, hətta belə deyil, bir əlimizdən uçub gedən o gücümüz və yaxud da qarşımıza çıxan şansları, fürsətləri vaxtında düzgün dəyərləndirmədiyimiz həyatımız. Əslində çox sadə iki məsələ var və heç bir şey etməyib həyatı yaşamaq ya da yeni biliklər qazanaraq daha güclü yaşamaq. Bugünlük bu qədər. Ümid edirəm videonu bəyəndiniz. Bəyəndinizsə videoya like atmağı, həmçinin paylaşmağı unutmayın. Varsa boş və asudə vaxtlarınızı gözəl dəyərləndirməyə arzu edirəm. Həmçinin sizin düşüncələriniz mənim üçün çox vacibdir. Ona görə də yorumlarda öz düşüncələrinizi qeyd edə bilərsiniz. Sağ olun.